Salam əziz Texnotroid izləyicilər. Bu günlər mən sizinlə birinci videomu paylaşıram. Bu videoda fikirləşdim ki, animasyon haqqında bir video düzəldim. Animasyon haqqında, yəni bir animasyon proqramıdır. Siz bununla cürbəcür animasyonlar düzəldə bilərsiniz. Maraqlı bir proqramdır. Mən araşdırdım, çox gözəl proqramlar var, amma ən yaxşısı Platagondur. Platagonla siz müxtəlif animasyonlar düzəldə bilərsiniz. Bunun üçün mən Platagonun üçün bir belə bir səhifə gəlir. Siz buradan cürbəcür Platagonun özünün yaratdığı animasyonlardır. Bunları da baxıb özünüz eləyə bilərsiniz, özünüz də eləyə bilərsiniz. Burada isə Platagonda olan şəxslərin animasyonlardır. Siz bunlara da baxıb eləyə bilərsiniz animasyonlarınızı. Burası isə sizin özünüzün elədiyi animasyonlardır. Buradan siz əgər yeni bir animasyon yaratmaq istəyirsinizsə, bu bölməyə tıklayırsınız. Gördüyünüz kimi yeni bir siz üçün bölmə açır. Gördüyünüz kimi belə bir yer açır. Siz burada öz animasyonunuzu qurursunuz. Burada siz adlar və məkan seçirsiniz. Məkan seçmək üçün bura basırıq və hansını istəyirsinizsə, məsəl üçün restoran. Buranı seçək. Gördüyünüz kimi belə bir yaxşı bir yer gəldi. Məndə azdır. Siz yükləmə yeri var. Gördüyünüz kimi burada daha çox yerlər var. Oraları da yükləmək olar. Amma onların bəziləri bununlandır. Çox miqdarda da olmasa belə normal pulla almaq olar. Dollarla da. Biz birinci şəxsimizi qoyuruq. Məsələn, Sami. Özümün düzəltdiyi bir karakterdir. Leyla. Böyle. 2 nəfər. Bu 2 nəfəri öndə diyalog quraq onlar arasında. Məsələn, birinci Tamirlə. Sizə bir şey deyim ki, burada siz Azəri sözlər yazsaz, o yaxşı demir, başa düşmək olmur nə deyir, ona görə də çoxsunu hello. Məsələn, biz salam yazaq, ingiliscə hello yazaq. Hətta siz buradan buna basıb öz səsinizi yazıb, o şəxsin yerinə sizin səsiniz deyilməz deyə bilərsiniz. Burada bir də diyalog basıb. İndi isə Leylanı seçirik ki, buna da yenə də sadə bir söz hello yazır. Basdıqdan sonra siz bunlara buradan, məsələn, buradan birinci kimi istəyirsiniz eləyə bilər. Məsələn, salam vermək zadır. Mən bunları eləmirəm, vaxt aparır. Buradan sound var, mahnı qoymaq. Sizin oyunuzun zövqünə aiddir, mən bilmirəm. Bəlkə vaxt aparmasın deyə belə bir şey elədim ki, tez olsun. Yəni, baxaq. Məsələn, mən burada çünki o bəzən xətalar var, video çəkimdə görürsə həm də onu ona görə də gördüyüm burada mən yazmışam. Belə bir şeylər deyəsən sağ da yazılır. Mən belə bir şey deyəmişəm. Bir yükləməsini deyim. Burada şartda da linki verəcəm, siz də yükləyərsiniz. Yükləməsini göstərir. Plataforma.com-a girirsiniz. Orada doğrudur. Orada girdikdən sonra siz konferiniz hansı bir funksiyonu yerinizdə, o funksiyonu seçirsiniz. Məsələn, doğrudur. Mən Windows'da məlumatı sizdə əgər olsa, onları yükləyirsiniz. Windows'dan sonra
yəni gözləməli olacaq. Gördüyünüz kimi gəldik. Burada sizə deyim ki, faylı saxlayın, yəni yükləyək. Ona görə də siz verdikdən sonra avtomatik olaraq yüklənir. Yarım saatda, bir saatda yüklənir dostlar. Çox da uzun çəkmir. Bu qədər dostlar. Hələlik görüşürüz.